Bugün borş hazırlayıram. Bütün tərəvəzləri blenderdən keçirmişəm, doğramışam. Sümüklət əvvəlcədən qaynatmışam. Deməli 2 ədəd soğandır, 4-5 ədəd kökdür, 2 böyük çuğundurdur, 1 kartofdur və yarım kiloqramdan çox dana ətidir, sümüklü lavroli list. Keçək hazırlanmasına. Necə hazırlayıram? Bilirəm, borşu hər kəs çox sevir və hal-hazırda da borşun demək olar sezonudur, havalar soyuyub. Tavaya kərə yağını əlavə etdim və doğradığım soğanı tavaya əlavə edirəm. Soğanlar artıq qızarır, demək olar hamısı və üzərinə qaynatdığım əti əlavə edirəm. Və bir yerdən qaçdırıram soğandan əti. Onun da üzərinə rəndelədiyim kökü əlavə edirəm. Burada 4-5 ədəd kök var. Qaçdırıram kökü, soğanı, əti biraz bir yerdə qovururam və üzərinə ətin bulyonunu əlavə edirəm. Ətin bulyonu az olduğu üçün üzərinə əlavə su da əlavə edəcəm indi. Əlavə suyu da əlavə edirəm. Kələmi də doğramışam, hazırdır kələmdə. Artıq su qaynayır. Kələmləri suyun içərisinə əlavə edirəm. Kələmləri də əlavə elədim, qaçdırıram. Kartofu əlavə edirəm içərisinə və təbii ki, dəfnə yarsağını qaçdırıram. Və orta ateşdə qapağı az örtülü şəkildə qoyuram pişsin. Deməli, ən əsas moment, borş tam pişdi. Altını söndürürəm və altını söndürdükdən sonra içərisinə rəndələndiyim çuğundurları əlavə edirəm. Mən həmişə borşun rəngi qırmızı alınsın deyə və çuğundurların vitamini bol olsun deyə borşun altını söndürdükdən sonra çuğunduru əlavə edirəm. İçərisinə duz, istiot və 10 dəqiqə gözlətdikdən sonra servis edirəm. Bir sözlə möhtəşəm. Əgər borş sevirsinizsə, sizlər də borş hazırlayıb fikir olsun deyə paylaşdım. Hazırlayacaq olan hər bir kəsə nuş olsun.